Salam dostlar, YouTube kanalıma hoş gelmişsiniz. Bugün sizinle bir yerde başlıqdan da görmüş olduğunuz üzere İngilis dilini necə öyrənə bilərik, mən İngilis dilini necə öyrənirəm, bunlar haqqında biraz danışacağıq. Həmçinin bu mənim İngilis dilinə başladığım 11-ci gündür. TikTok'da da yeni bir səhifə açmışam. Orada gedib baxa bilərsiniz. Mən İngilis dilində nələr edirəm, öz prosesimi paylaşıram, inkişaf prosesimi. Bu o səhifəni açdığım səhifəni niyə açmışam? Çünki mən istəyirəm ki, həmişə İngilis dilinə başlayırdım, amma yarıda buraxırdım. Əlbəttə ki, istəyirəm ki, artıq bunu bir qaydasına qoyum. Buna görə də çözüm yolu olaraq bir kanal daha doğrusu səhifə açmağı belə deyirlər, çözüm yolu tapdım özümə. Ona görə də hər gün orada davamlı bir video paylaşıram ki, nəysə həvəsdən düşüb buraxmayım, həm də geriyə dönüb baxdığımda öz inkişaf prosesimi görürüm. Ona görə də çox uzatmadan öz metodlarım haqqında sizə biraz məlumat vermək istəyirəm. İlk əvvəlcə mütləq şəkildə, yəni bunu hər kəs eləməlidir. Özünüzü İngilis dilinə məruz qoymalısınız. Bilirəm, hər yerdə eyni sözləri deyirlər, eyni cümlələri işlədirlər, amma həqiqətən də, yəni biz İngilis dilinə məruz qalmadan İngilis dilini danışıq səviyyəsində öyrənə bilmərik. İngilis dilinə davamlı məruz qalmaq bizə İngilis dili danışmaqda köməklik yaradır. Bu bir mənalı belədir. Həmçinin bizim listeningimiz artır. Adicə mən çox əvvəllər, bir il bundan qabaq olardı, özümü danışmadan bir həftə listeningə məruz buraxmışdım. Yəni ancaq davamlı İngiliscə videolara baxırdım, İngiliscə eləmişdim keşfetimi, İngiliscə eləmişdim telefonumu. Ancaq yəni bildiyiniz İngilis dilinə tam bir həftə məruz qalırdım. Və mən hansı ki çölə çıxanda, məsələn sahilə getmişdim. Sahildə orada adicə məsələn gəzirdim. Orada adicə turistlər falan görürdüm. Bilmirəm, o qədər məruz qalmışdım ki, o qədər özümə həbs eləmişdim ki o durumun içinə. Yəni mən speaking belə eləmədən o an yəni ancaq İngiliscə danışmaq istəyirdim. Yəni bilirsiniz necə dinləmə eləmək insanı məcbur edir İngiliscə danışmağa. Yəni ən azından bu proses məndə belə olub. Ona görə də mən sizə tövsiyə edirəm ki, hər gün ən azı 1 saat dinləmə eləyin. Məsələn, yemək yeyərkən, çay içərkən, hər hansı bir şey eləyərkən o İngilis dili arxada İngiliscə podkast çalsın və yaxud necə deyirlər, vloqlara baxın ki, mən daha çox belə edirəm. Vloqlara baxıram çünki vloqlar daha çox effektivdir. Məsələn, tutaq ki, mən bir vloqa baxıram, orada həmin şəxs getdiyi yeri əl-qol hərəkətləri ilə, jest mimikalarla izah elədiyi üçün mən orada o sözü bilməsəm belə, artıq o söz haqqında, o yer haqqında məndə İngiliscə təsəvvür yaranır. Başa düşürəm ki, hə, burada ən azından bu şey demək istəyir, bu fikir yaranır. Başa düşdünüzmü nə demək istəyirəm? İkinci ən vacib qayda hər gün, amma hər gün 5 dəqiqə, 10 dəqiqə, 15 dəqiqə, 20 dəqiqə fərqi yoxdur. Hər gün speakinglə məşğul olmaqdır. İndi oradan duyar kimiyəm? Deyəcəksiniz ki, mən speaking etməyə adam tapmıram, Azərbaycanda yaşayıram, kiminlə danışacağam, kiminlə edəcəm. Dostlar, biz texnologiya çağında yaşayırıq, bilirsiniz ki. Yəni, hər şey əl çatandır bu dövrdə. Mən əsasən belə deyim, speakingi WhatsApp'dan, doğru eşitdiniz, WhatsApp'dan girirəm, orada Meta AI var. Yəni, yan hissədə Meta AI olmalıdır. Hətta bu hissəyə qoyaram sizə. Ona girirsiniz, orada istədiyiniz qədər İngiliscə danışa bilərsiniz. Düzdür, Meta AI sizə İngiliscə danışmır, yəni ancaq yazaraq cavab verir. Amma əsas olan sizin danışmağınızdır. Orada sizin səhvlərinizi düzəldir. İngiliscə danışanda sizin nə dediyinizi anlayır. Amma Azərbaycanca, Türkcə danışsanız sizin nə dediyinizi başa düşməyəcək. Çünki mən bizzat bunun üzərində məşğul olmuşam. Yəni heç bir şəkildə algılaya bilmir İngiliscə deyirəm, sorry. Azərbaycanca, Türkcə sözləri algılaya bilmir. Amma İngiliscə danışsanız heç narahat olmayın. O sizi başa düşəcək özü nə demək istəyirsinizsə və
səhvlərinizi də düzəldəcək. Əgər düzəltmirsə də ona sadəcə bir şəkildə correct my mistakes deyə bilərsiniz. Yəni səhvlərimi düzəlt. Bu qədər. Yəni speaking ilə bağlı bu qədər deyə bilərəm. Bir də əgər biraz ileri səviyyədəsinizsə, məsələn B1, B2, o zaman mən sizə ChatGPT-ni önərə bilərəm. Çünki ChatGPT biraz sürətli danışır, danışıqda mən ona baxmışam. Onunla məşğul olmuşam. Çox sürətli danışır. Yavaş danış dedikdə belə yavaş danışmır. Yəni mən o qədər də onu mənim səviyyəmdə, yəni A2, B1 səviyyəsində olan uşaqlar üçün önərmirəm o qədər də. Amma B1, B2 üçün yaxşıdır. Belə əgər məşğul ola bilirsinizsə, onunla da ola bilərsiniz. Yəni bir də Lingo Looper diye bir program var. Düzdür, o biraz pulludur. Yəni onun bilmirəm, indi pul verərsiniz, verməzsiniz. Onu sadəcə bir dəfə istifadə eləmək olurmuş. Mən onu TikTok səhifəmdə paylaşmışdım. Amma özüm də sonradan gördüm ki, bir dəfədən çox istifadə eləmək olmur. Amma onun mən hilə versiyonu yükləməyi düşünürəm. Görüm əgər varsa, onunla məşğul olmağa davam edəcəm. Amma əlbəttə ki, Meta AI-'da unutmuram. Həqiqətən mənə bu 11 gündə çox şey qatıb. Yəni özü də bilirsiniz, sizə davamlı suallar verir. Yəni məsələn, danışdığınız şeydən sual çıxardır. Bu çox gözəl bir şeydir və yəni söhbətin içindən söhbət yaranır. Bu da sizin davamlı danışıq praktikası etməyinizi asanlaşdırır. Bir də deyə bilərsiniz ki, mən cümlə qurmağı bacarmıram. Yəni cümlə qurmağı necə öyrənim? Mən sizə tövsiyə eləyərdim ki, sadə qrammatika mövzularına baxın, sadə amma. Yəni dərinə getmənizə əsla ehtiyac yoxdur. Sizə qrammatikadan önəmli olan 3 dənə zamandır. İndiki, keçmiş və gələcək zaman. Sadəcə bu 3 zamanı öyrənin. Çünki bu 3 zaman üzərində qurulur. Demək olar ki, daha çox bütün cümlələr. Şəxs əvəzliklərini öyrənin və am, is, are. Bu qədər. Və sizin yəni bunları öyrəndikdən sonra bunlar sadə qrammatika mövzulardır. Bunları öyrəndən sonra cümlə qurmaq artıq asan olur. Üçüncü ən böyük qaydamız isə shadowing etməkdir. Shadowingi məncə eşitməyən yoxdur, amma yenə də mən açıqlama, izah verim. Deməli, shadowing belə bir texnikadır ki, sən, məsələn, tutaq ki, mən Amerikan aksentini öyrənirəm. Amerikan aksentli bir video açıram və o videoda native speaker'ın dediyi cümlələri təkrarlayıram. Bu nə işə yarayır? Əlbəttə ki, tələffüzü inkişaf elətdirir. Bəzən insanlar deyirlər ki, tələffüzə o qədər də önəm vermə, sadəcə danışa bil, cümlə qura bil, bəsdir. Mən əslində bunun o qədər də tərəfdarı deyiləm. Əgər bir dili öyrəniriksə, niyə onu həqiqətən də dərindən öyrənməyək? Niyə yəni tələffüzünə önəm verməyək? Yəni mən daha çox tələffüzə də önəm verirəm, belə deyim. Çünki mən istəyirəm ki, C1 səviyyəsində o dili qəşəngcə native speakerlar kimi danışa bilim. Yəni mənim üçün tələffüz çox önəmlidir. Məncə tələffüz hər kəs üçün önəmli olmalıdır. Məsələn, tutaq ki, bir ingilis necə ki Azərbaycanca bir söz deyəndə və yaxud onu səhv tələffüz eləyəndə biz biraz qəribə baxırıq. Eyni şey də ingilislər üçün də keçərlidir. Necə ki biz ingilis dilində danışanda hər hansı bir sözü səhv tələffüz edirik. Onlar da biraz necə deyim? Əlbəttə ki gülmürlər, amma biraz yəni içlərindən qəribə reaksiya verdikləri məncə doğrudur. Yəni kim olsa elə olar. Amma əlbəttə ki bu o demək deyil ki, siz utanmalısınız öz necə deyirlər tələffüzünüzdən, siz öz necə deyirlər danışığınızdan. Xeyr, əsla bunu demirəm. Sadəcə əgər bir dili öyrənirsinizsə, tələffüzünüzə də fikir vermənizi tövsiyə edirəm. Dördüncü metodum isə cümlə qəlibləri əzbərləməkdir. Bir mənalı olaraq. Çünki cümlə qəlibləri, nə qədər çox cümlə qəlibə əzbərləsək, o qədər çox qəşəng, səlis bir şəkildə ingiliscə cümlələr qura bilərik. Məsələn, mən belə bir dəftər tutmuşam, belə bir notebook. Burada ingiliscə cümlə qəlibləri yazıram. Ona aid bir nümunə də yazıram, tərcümələrini də qeyd edirəm və bunu hər gün praktika edirəm. Yəni məşq edirəm, təkrar edirəm, davamlı.
həmin sözlərə uyğun cümlələr qurmağa çalışıram. Bir də məsələn, bayaqları Meta AI-yı qeyd elədim. Orada məsələn speaking eləyəndə həmin məsələn burada yazılan bir cümlə qəlbi var və mən o cümlə qəlbini başqa tərzdə ifadə etmək istəyirəm. Bu da mənə danışıqda çox kömək edir. Məsələn, həmin cümlə qəlbində bir sözün yerini dəyişməklə, daha doğrusu bir sözü dəyişməklə, onu başqa bir söz ilə əvəz etməklə mən tamamilə yeni bir cümlə yaratmış oluram. Həqiqətən bu çox effektivdir. Yəni ona görə cümlə qəlbləri öyrənmənizi tövsiyə edirəm. Cümlə qəlblərini hardan tapa bilərsiniz? ChatGPT-yə yazaraq, yəni sizə cümlə qəlbləri məsələn A2, B1, B1, B2, B2, C1 səviyyəsində cümlə qəlbləri çıxarmasını istəyə bilərsiniz. O çox yaxşıdır bu işlərdə həqiqətən də. Və mən də cümlə qəlblərini oradan məşq edirəm. 5-ci metodum əlbəttə ki, söz əzbərləməkdir. Əzbərləmək deməyək, öyrənməkdir. Sözləri belə deyim sizə, necə öyrənirəm? Baxın, daha çox mən sizə tövsiyə elədiyim şey nə qədər bacarırsınızsa, bir o qədər sözləri ingiliscə qarşılıqlarıyla öyrənmənizi tövsiyə edirəm. Amma mən bunu o qədər də bacarmıram. Çünki mənim yadımda daha çox Azərbaycanca qarşılıqları ilə qalır. Ona görə də mən daha çox Azərbaycanca qarşılıqları ilə öyrənirəm və mütləq həmin sözə aid bir nümunə cümlə yazıram. Daha doğrusu ChatGPT mənim üçün yazır. Və mən bütün o sözləri öyrəndikdən sonra həmin sözlərə uyğun cümlələr qururam. Yəni bunu bütün sözlər üçün eləyirəm və özümü hər gün üçün 30-40 sözə yükləmirəm təbii ki. Çünki bu mənim motivasiyamı biraz da aşağı salır. Ola bilər ki, o 30-40 sözdən həmin gün içərisində 10 dənəsi yadımdan çıxdı. Məsələn, bu mənim motivasiyamı aşağı sala bilər. Eyni zamanda bir çox insanların da motivasiyası bu şəkildə aşağı düşür. Hətta deyir ki, mən bəlkə də öyrənə bilmirəm, yəni bacarmıram. Ona görə çalışın ki, az və öz öyrənin. Mən həmişə günə ya 15 ya da 10 söz qoyuram və öyrənirəm. Bir də həmin sözləri öyrənərkən, yəni mütləq və mütləq ChatGPT-yə o sözlərdən, yəni öyrəndiyim sözlərdən bağlı bir mətn yazmasını istəyirəm. Mənim üçün kiçik bir hekayə qurur və mən o hekayədə bu sözləri öyrəndikdən sonra o hekayəyə baxanda, oradakı cümlələri görəndə o sözləri daha yaxşı yadımda saxlayıram və həmçinin o sözlərin cümlədəki strukturunu da öyrənmiş oluram. Yəni bu mənim üçün daha çox effektivdir. Məncə bunu eləsəz sizin üçün də effektiv olacaq. Və sonuncu məsləhətim əlbəttə ki, writing etməkdir. Writing etmək, yəni necə? Günlük yazmaq. Belə deyək. Yəni bu çox məşhur bir şeydir. Amma həqiqətən işə yarayır. Ciddən işə yarayır. Mən belə deyək, düzdür 11 gün ingilis dili ilə məşğulam. Amma may ayından başlayaraq mən həmişə ingilis dilində writing eləyirəm. Yəni yazı yazıram. Nə olur olsun, o gün nə yaşadım, nə hiss elədim, nələr oldu, başıma nələr gəldi, bunlar haqqında yazıram. Tutaq ki, məsələn, bir sözü bilmədim, atıram. Məsələn, getmək sözünü bilmədim. Məsələn, universitetə gedirəm. Məsəl üçün deyirəm. O sözü mən gedirəm Google Translate yazıram və o yazdığım həmin sözü yadımda saxlayıram və gedirəm həmin cümləni quraraq writing eləyirəm. Bu da mən nə edir? Həm söz bazamı artırır, həm də cümləni qurmağı öyrədir. Yəni çox uzun yazmağınıza ehtiyac yoxdur. Məsələn, günlük deyəndə ağlınıza gəlməsin ki, 30-40 cümlə yaz deyirəm. Xeyr, əsla. 7-8 cümlə yazsanız belə bəsdir. İnanın ki, o qədər effektiv olur ki, yəni bir həftə bunun üzərində işləsəniz çox yaxşı olacaq. Bir də mən həmin yazdığım şeyi mütləq reading eləyirəm. Yəni, məsələn, dünənləri yazmışdım. A goal I want to achieve. Məsələn, bu mövzu haqqında, yəni bir məqsəd hansı ki, mən nail olmaq istəyirəm o məqsədə. Bu mövzu haqqında bir öz fikirlərimi yazdım, bir mətn qurdum və o mətni, yazdığım mətni ChatGPT-dən mənim səhvlərimi soruşdum, o səhvlərimi düzəltdim, o səhvlərimi düzəltdikdən sonra yenidən yan hissəsində
o mətnin düzgün versiyonunu yazdım. O mətnin düzgün versiyonunu yazdıqdan sonra mən həmin mətni reading elədim. Yəni uca səslə oxudum. Güya qarşımda birinə danışırmışam kimi, jest və mimikalarla. Bu da çox effektivdir. Jest və mimikalar niyə deyirəm? Çünki jest və mimikalarla biz nəyisə izah eləyəndə sanki həmin durumun içindəyik, sanki native speaker və birinə o hadisəni, başımıza gələn bir hadisəni danışırıq. Deməli dostlar, verəcəyim məsləhətlər bu qədər idi. Əlbəttə ki, ingilis dili o qədər uzun bir mövzudur ki, yəni ümumiyyətcə dil öyrənmək o qədər böyük bir geniş sahədir ki, yəni bununla bağlı videolar elə bitməz. Deyəcək o qədər çox şeyim var idi ki, sadəcə video çox uzun olmasın deyə əlimdən gələni eləyirəm. Qısa nələr etdiyimi izah eləməyə çalışdım. Amma əlbəttə ki, bunun uzun versiyonunu istəsəniz, bunun uzun versiyonunu çəkməyimi istəsəniz, əlbəttə ki, bunun davamını çəkərəm. Çünki demədiyim bir çox şey qaldı. Və əgər mənim inkişafımı görmək istəyirsinizsə, TikTokda alta qoyacağam. Bu səhifəni izləməyi unutmayın. Ümumiyyətcə, videonu bəyəndiysəniz, əgər video sizə faydalı olduysa, o zaman kanalıma abunə olmağı, videonu bəyənməyi unutmayın. Sizləri çox sevirəm. Gələn videolarda görüşənə qədər.